Siz yaxşı bildiyiniz bir sahədə bir iş görmək üçün daha da mükəmməlləşməyə çalışırsınız. Bir də baxırsınız ki, o sahəni heç sizin yarınız qədər bilməyən adam artıq işi keyfiyyətsiz şəkildə qurub, başlayıb və yarımçıq nəsə eləyir. Əsəbləşirsiniz, təəssüflənirsiniz, düşünürsünüz ki, insan necə biliyi, bacarığı olmadan bir işdə özünü peşəkar adlandıra bilər, amma artıq gecdir. Ağıllı fikirləşincə dəli vurdu, çayı keçdi məsələ var bizdə. Bu məsələnin hətta psixologiyada da bir proyeksiyası var. Buna Dunning-Kruger effekti deyirlər. Nədir bu? Səriştəsiz insan yanlış qərarlar verir, lakin bilik və bacarıqları aşağı səviyyədə olduğu üçün də səhvini görmür. Bu da onda özü haqda yüksək fikir formalaşdırır. Peşəkarlar isə əksinə, öz bacarıqlarını gözə soxmur. Təvazökarlıq eləyir, özlərinə az güvənir, başqalarına daha qabiliyyətli görürlər. Bertrand Russell'in də dediyi kimi, müasir dünyada səfihlər daha cəsarətli, ağıllı insanlar isə şübhəçidirlər. Çünki Darwin demiş, cəhalət və avamlıq özünə inam yaradır. Biliyi isə əksinə. Təcrübəsi və biliyi artdıqca insan özünün çatışmayanlarını görür. Anlayır ki, hələ öyrənəcəyi çox şey var. Digərləri isə heç öz vəziyyətindən xəbərdar belə deyirlər. Çünki Dostoyevski demiş, axmaq axmaq olduğunu anlasaydı, artıq axmaq olmazdı. Xülasə.